Deməli, Toyota Prius'u karterini sökmüşük, maşının arasında bir iki ay qabaq almışıq. Deməli, bunun içindən çıxanlara baxın, görürsünüz, bərbad gündədir. O kampaniyalar keçirirlər, yağ dəyişmə daxiləm, zəhmət haqqı daxiləm, 30 manata, 35 manata reklam edirlər. Hamısı bax, eylən zibillərdir. Maşında yağ yemədə problemi yoxdur, 5 min sürüb gəlib. Deməli, bu keyfiyyətsiz yağdır ki, bu günə qalıb da. Görsün nə gündədir. Keyfiyyətsiz yağ, görsün maşının ucuz yağlar gəlir mühərrikin axırına çıxır. Ona görə keyfiyyətli yağlardan istifadə etmək lazım. Görsün, bəli, bax, qırdı başdan ayağa, konkret. Elə bir asfalt zavod. Görürsünüz, karterin ağzında kəsiblər. Yəni, bunu kəsmək lazım deyil. Bunun deşik hissəsi balaca olanda yağı rahat şəkildə bir tərəfdən çəkir, onda daha yaxşı yağ çəkə bilir. Yəni, bunu kəsib belə dağıtmağa ehtiyacı yoxdur. Normal yağ istifadə edildən sonra burada əlavə heç bir iş görməyə ehtiyac yoxdur. Yəni, bunu kəsirlər ki, bax, belə uduz yağıza tökəndə, görürsünüz, bura bax, palçıq bu hissədən çəkdir o. Maşın yası öz çəkir, bax, bax, bax. Görürsünüz, bu bildiyiniz qətrandır. Ona görə də keyfiyyətli yağlar, çox da su qiymətinə işlərə qaçmaq lazım deyil. Axırda olur, bax, belə.